Dərman qəbul edən xəstələr orucu necə tənzimləyə bilər? Deməli, dərman qəbul edən insanlar üçün onlara fərdi yanaşmaq lazımdır. Baxır, hansı xəstəlikdən adam dərman qəbul edir. Məsələn, tutalım ki, adamın ürəyində stent var. Bax, bu insanlara qanın qatılaşmağı olmaz. Əgər ürəyində stent olan insan stentdən sonra 1 il keçibsə, bu insan oruç tuta bilər. 1 il keçməyibsə, oruç tuta bilməz. Çünki stent qoydurubsa, ən azı 1 il vaxt lazımdır ki, həmin stentin üzərindən bir xolesterin təbəqəsi əmələ gəlsin. Və bundan sonra bu insan məsələn oruç tuta bilər. Amma xolesterin təbəqəsi əmələ gəlməyibsə, ya bu içdiyi dərman təbii ki, Ramazan orucu vaxtı içməyəcəksə əgər, onda fəsad yaşaya bilər. Və yaxud da insulin vuran, məsələn, insulin vurur bu insan, şəkər xəstəsidir. Şəkər xəstələri oruç tutan zaman şəkərin səviyyəsi qalxmır. Və bu qalxmadığı üçün də şəkər dərmanına ehtiyac qalmır. Və ona görə də mən şəkər xəstələrimə də oruç tuturum. Və yaxud da ki, yüksək xolesterini var, metabolizma pozğunluqları var, həzmində müxtəlif problemlər var. Bunlardan dolayı problem yaşayan insanlar varsa, mən yenə də bunlara da oruç tutururam. Çünki mədə bağırsaq da istirahət edir və bu zaman pozğunluqlar baş vermir. Amma yenə də hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. Ola bilər ki, bu xəstədə elə bir ciddi xəstəlik olar ki, bu xəstəlikdən dolayı oruç tuta bilmək məsləhət deyil. Yenə dediyim kimi, məsləhəti ancaq birinci növbədə həkimin özündən soruşun. Həkim, siz oruç tutursunuzmu? Bəli, mən oruç tuturamsa deyirsə, o zaman siz də soruşun ki, mən bu xəstəliyə görə orucumu tuta bilərəmsə, həkim nə desə onu edə bilərsiniz inşallah.